Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə 29.03.2026-cı ildə OTK-nın 9-cu siniflər üçün keçirdiyi buraxılış sınaq imtahanının ingilis dilinə aid olan suallarını izahını verəcəm. Gəlin suallarımıza baxaq. 56-cı sualda bizdən düzgün variantı istəyir. Sualımıza fikir versək görək ki, sualımız quantifiers, yəni kəmiyyət göstəricilərinə aid olan sualdır. Gəlin baxaq. Boşluqdan sonra nə gəlib? Cəm isim gəlib. İkinci tərəfdə baxsaq ki, boşluqdan sonra nə gəlib? Sayılmayan isim gəlib. Deməli, bizə birinci tərəfdə lazımdır sayılan cəm isimlərlə işlənən kəmiyyət göstərici. İkinci tərəfdə lazımdır sayıla bilməyən isimlərlə işlənən. Manydən sonra cəm isim gələ bilər. A lot of birlik həm sayılan cəm, həm sayıla bilməyən isimlərlə işlənə bilir. A little-dan sonra sayılan cəm isim gəlməz, sayıla bilməyən isimlərlə işlənir. 3-də a lot-umuzun of-u yoxdur. Burada cəm isim gəlib boşluqdan sonra. Yenə 4 ola bilər. A lot of-dan sonra həm sayılan cəm, həm sayıla bilməyən isim gəlir. Must-dan sonra isə nə gəlir? Sayıla bilməyən isim. Ona görə düzgün cavabımız nə qalır? B variantı. 57-ci sualımıza baxırıq. Burada yenə bizdən düzgün variantı istəyir. Zəm varsa bizdən nəyi istəyir? Deməli, müqayisə dərəcəsi lazımdır. In varsa nəyi seçirik? In onat olanda sifətin üstünlük dərəcəsini seçirdik. Okay, beautiful da bilirik ki, çox hecalıdır, mo ilə işlənməlidir. A variantda birinci tərəf hər şey okeydir, amma ikinci tərəf nədir? Doğru deyil. Çünki bizdə nə olmalıdır? Bilirik ki, sifətin üstünlük dərəcəsində mütləq Z artikli işlənməlidir. Burada Z-si yoxdur. Match işlənir müqayisə dərəcəsindən. Burada olmalıdır nə? Match mı olmalıydı? Mo-su yoxdur. B variantı yanlışdır. C variantda most beautiful olmaz. Çünki burada zəm var. Birinci tərəfə nə lazımdır? Bizə müqayisə lazımdır. C variantımız da yanlışdır. Düzgün cavabımız baxaq. More beautiful than most beautiful. D variantında hər şey okeydir. Burada Y variantda birinci tərəfdə okey olsa da ikinci tərəfdə Z-miz yoxdur. Ona görə düzgün cavab nə qalır? D variantı. 58-ci sualda which word first of following definition? Bizdə burada definition istəyir, sözün definition'ın. Very difficult to believe. Burada da düzgün cavabımız olacaq D variantı. Okay. Choose the correct pronouns. Burada bizdən düzgün əvəzli istəyir. Gəlin boşluqlardan sonraya baxaq. Morning tea. Burada boşluqdan sonra nə gəlib? İsim gəlib, isim gəlib, isim gəlib. Deməli, biz burada elə bir dənə elə əvəzlikləri seçməliyik ki, nə ilə işlənsin? İsimlə işlənən yəlik əvəzlikləri olsun. Çünki hər üst tərəfdə boşluqdan sonra nə gəlib? İsim gəlib. Manidən sonra isim gəlmir. A variantı avtomatik getdi. B, C, üzr istəyirəm. C variantda getdi. Mine var, burada olmaz. Burada hers. Hers'dən sonra isim gəlmir. Y variantımız da getdi. Eynən burada da hers'dən sonra, mine'dan sonra isim gəlmir. B variantımız da getdi. Düzgün cavabımız nə qalır? D variantı. Hər üçü nədir? İsimlə işlənən yəlik əvəzliyidir. Altmışıncı sualımıza baxırıq. While. Biz bilirik ki, while işlənmiş cümlədə while'ın sağında sonuna gələcək zamanlar, bitmiş zamanlar olmaz. İndiki sadə, indiki sadə, indiki davam edici, indiki davam edici və yaxud da indiki davam edici, indiki sadə. Eynən keçmiş sadə zamana da aiddir. Keçmiş sadə, keçmiş sadə, keçmiş davam edici, keçmiş davam edici, keçmiş sadə, keçmiş davam edici zaman. Yəni sadə zamanlar bir-birindən uzlaşır. Baxaq. A variantında keçmiş sadə ilə indiki sadə zaman uzlaşmaz. A variantı getdi davam edici formasını verib. B variantda keçmiş davam edici ilə indiki sadə zaman uzlaşmaz. C variantında indiki sadə davam edici zamanla keçmiş sadə zaman uzlaşmaz. D variantda deyir ki, while'ın sağında solunda fərq eləmir. Gələcək zaman ola bilməz. Ona görə düzgün cavabımız nə qalır burada? Y variantı. Hər iki tərəfdə nə verib? Keçmiş davam edici zaman verib. 61-ci sualda yenə buradan bizdən düzgün variantı istəyir. Burada da sözünüdür. Burada da bizim düzgün cavabımız olacaq. On. İkinci tərəf, birinci tərəfdə olacaq. 10, ikinci tərəfdə olacaq. OS. Düzgün cavabımız nə qalır burada? C variantı. 62-ci sualımıza baxaq. Burada bizdən deməli nə istəyir? Compound nouns, mürəkkəb isim istəyir burada. Düzəltmə isimimiz var, olmaz. Düzəltmə isimimiz var, olmaz. Ümumiyyətlə, burada düzəltmə isimləri çıxanda elə bizim nəyimiz qalır? Bir dənə variantımız qalır. O da nə qalır? Homework, bedroom, bir də rainbow. Düzgün cavab nə qalır burada? Y variantı.
Aha. Passive voice bizdən nə istəyir? Düzgün məhsul növdə olan cümləni istəyir. Burada bizdə məlum növdə olan cümləni verib. Cümləmiz fikir versək ki, hansı zamandadır? Keçmiş sadə zamandadır. Məlum növdə olan cümləni məhsula çevirmək üçün məlumun tamamlığı gələcəyin olacaq. Məhsulumuzun mübtədası olacaq. The reports burada cəmdə olduğuna görə deməli the reports v plus verb 3 olacaq. Reports cəmdə olduğuna görə v olacaq. The reports were received by the manager. Burada düzgün cavabımız nə qalır? D variantı olar. Was been bir zaman yoxdur. A variantı olmaz. Məlum növdə olan cümləmiz hansı zamandadırsa, məhsul növdə olan məhsula çevirərkən də zamanı dəyişməyə haqqımız yoxdur. Yəni məlumda olan cümləmiz hansı zamandadırsa, məhsula çevirəndəki cümləmiz eyni zamanda olmalıdır. C variantı verbin deyə bir zaman yoxdur. Burada da verib indiki sadə zamanın məhsulunda Y variantımız da yanlışdır. Ona görə burada düzgün cavab qalır nə? D variantı. My mother wants. Burada wants nədir? Üçüncü qrup feildir. Üçüncü qrup feildə nə ilə işlənirdi? Tamamlıq özündən sonra nə gəlirdi? To lu feil. O da düzgün cavabımız qalır nə? Y variantı. Altmış 65-ci sualımıza baxırıq. Deməli bizdən nə istəyir? Deyir altından xətt çəkilmiş sözün close meaning deyirsə, deməli close meaning yaxın mənalı bir söz deyirsə close. Choose the words close in meaning to underlined word. Yəni altından xətt çəkilmiş sözə yaxın mənalı söz. Bu da nə istəyir bizdən? Sinonim istəyir. Orada da düzgün cavab deməli damage ziyan vurmaq, zərər vurmaq mənasında yaxın məna nə olacaq? Broken olacaq. Bir də destroyed. 1 ilə 4. Okey. 66-cı sualda yenə bizdən düzgün variant istəyir. Sualımıza baxsa görək ki, nəyə aiddir? Uzlaşma mövzusuna aiddir. To var. Boşluqdan əvvəl nə gəlib? Gerund gəlib. Gerund gəlibsə xəbərimiz nədə olacaq? Təkdə. Burada da xəbərimizi təkdə verib. Hər şey okeydir. 2-yə baxırıq. Söz önü var, of var. Ofdan əvvəl nə gəlib? Cəm isim gəlib. Cəm isim gəlibsə xəbərimiz də cəmdə olmalıdır. Həz yox, have olmalıydı, 2 ola bilməz. 3-də all books. In var. İndən əvvələ baxırıq. Deyirik ki, cümlədə söz önü varsa, söz öndən əvvəl gələn sözə baxırıq. Cümlədə bir neçə söz önü ola bilər. İlk gələn söz önümüz hansıdırsa, ondan əvvəl gələn sözə baxırıq. Tək isə təkə görə, cəmdirsə xəbər cəmə görə uzlaşacaq. All books cəmdə olduğuna görə xəbərimiz tək yox, cəmdə olmalıdır. Üstə ola bilməz. There is, zera tipli cümlələr özündən sonra gələn ilk isimlə uzlaşır. Yəni tək isə təkə görə, cəmdirsə cəmə görə. Several types burada cəmdə olduğuna görə arla verib. 4-də hər şey okeydir, heç bir yanlış yoxdur. 5-ci suala baxırıq. A plastic bag with var burada. Söz önü var, söz öndən əvvələ baxırıq. Deməli, xəbərimizi təkdə verib, hər şey okeydir. Cavab qalır 1, 4, 5, B variantı. 67-dir. Sözləri definitionları ilə uzlaşdırın. Industry sarayı, habit vərdiş, diziz xəstəlik. Deməli, industry olacaq. Deməli, 1-ə gələcək C. Habit var something that you do often and regular. Deməli 2-yə gələcək burada A. 3-ə də gələcək an illness B. Deməli 1C, 2A, 3B. O da cavab qalır Y variantı. Altmış 8-də bizdən sinonim cütlük istəyir. Deməli big animals ola bilər. Bir də tired, exhausted. Düzgün cavab qalır elə burada 1 ilə 4. Okey, 69-cu sual short textdir. Gəlin baxaq. Dear customers, this weekend our supermarket is having a big sale. Many fruits and vegetables will be sold at a 20% discount. You can also buy snacks and drinks at low prices. The sale starts on Friday and ends on Sunday. Baxaq. A variant deyir ki, a big sale for drinks will start next weekend. Xeyr, yanlışdır. Burada elə bir şey. Next weekend demir ki. Drinks over this sale starts on Friday and ends. Deyir ki, 5-ci gün başlayır, həftə sonu neyinir? Bitəcək. Bir yanlış. A variant yanlışdır. The big sale will last more than 1 week. Xeyr. Burada bir neçə gün davam edir. 5-ci gündən bazar gününə qədər davam eləyəcək.
Price of all vegetable will nə yazır burada? Decrease by more than xeyr. 20%'den az yox, 20%'den çox. 20%'den çox yox, əslində deyir 20% endirim var. 20% endirimlə satılır. C variantımız yanlışdır. No sale is available for snacks on Sunday. Xeyr, burada artıq snacklar da deyir nədir? Hətta deyir snacklar da ala bilərsiniz. Snack və içkilərdə aşağı qiyməti ala bilərsiniz. D variantımız da yanlışdır. Supermarket offers a big sale from Friday till Sunday. Burada Y variantımızda hər şey okeydir. Düzgün cavab nə qalır burada? Y variantı. 70-ci suala baxırıq. The rent for the apartment is 500 per month. No payment is needed in advance. Please pay the rent before the 5th of each month. Payment can be made online. Burada elə baxaq. Monthly payment is 500 for the apartment. Elə burada düzgün cavabımız A variantı qalır. Heç digər variantlara baxmağa ehtiyac yoxdur. Okay. 71-ci sualımız we are delighted to announce the publication of a new book by a young local writer. It's still an exciting story about friendship and adventure. It has 200 pages and beautiful pictures inside. Gəlin variantlarımıza baxaq. Axıra qədər oxumağa ehtiyac yoxdur bunu. The author of the books is foreign writer known for his exciting work. A variantımız yanlışdır, elə bir şey yox idi. The book is available not only in the bookstore but also online. Burada düzgündür. Bəlidir. Kitab nədir? Təkdə kitab mağazalarında yox, hətta onlayn həmçinin onlayn şəkildə də əldə etmək olar. Elə burada düzgün variantımız B variantıdır. Digər variantlara baxmağa ehtiyac yoxdur. Okay. Bu da bizim böyük mətnimizdir. Gəlin oxuyaq bunu. Tourism plays an important role in Hawaii. Hawaii is a state of the United States. Its an island in the Pacific Ocean and consists of 8 main islands. The capital is Honolulu, located on the island of Oahu. Many tourists visit Hawaii every year because of its warm weather and beautiful beaches. Tourism gives jobs to many local people and helps the economy to Hawaii grow. Waikiki Beach is one of the most famous beaches in the world. Visitors enjoy swimming, surfing, and sunbathing there. Hawaii Volcanoes National Park is another popular places. Here people can see active volcanoes such as Mauna Loa and learn many interesting facts about nature and science. Pearl Harbor is a historic site where a visitor can learn about World War II. Hawaii's tropical climate. The temperature is usually between 24 and 30 during the year. Tourists can travel to Hawaii mostly by plane. The main airport is Daniel Key. Ionia International Airport, Honolulu. Many people also enjoy Hawaii culture. They watch hula dancing and listen to traditional music, which make an important part of its culture. Local dishes such as poka and fresh pineapple are very popular. Gəlin baxaq. 72-ci sualda bizdən səhv istəyir. An island tropical weather and amazing beaches attract many tourists every year. Burada hər şey okeydir. Waikiki Beach is widely recognized among international tourists who enjoy swimming and surfing. Var burada. Birinci abzasımızda vardı. The Hawaii Volcanoes National Park has no any active volcano. It's a popular place. Əslində burada yanlışdır. Niyə deyir orada aktiv vulkanlar yoxdur? İçində vardı burada. Gəlin baxaq. Just a moment. Baxın. Bu cümləni deyir, amma burada var. Active volcanoes burada var. Deməli, burada C variantımız elə yanlış variantdır. Okay, 73-cündə deyir. Deyir, mətnə uyğun cümləni tamamlayın. Pearl Harbor is a place where people can learn about. Burada olacaq World War II.
Burada da abzasın sonuncu cümləsində var idi. Sonuncu ikinci abzasda. Baxın, bu cümlədir. Deməli, burada da düzgün cavabımız qalır Y variantı. E, 74-cü sualda deyir ki, mətnə uyğun sualın cavabını tapın. Burada deyir ki, Havay mədəniyyəti nə ilə məşhurdur? Burada olacaq for traditional music and hula dances. Düzgün cavabımız qalır burada B variantı. Orada qeyd olunmuşdur. 75-ci sualımızda mətnin nə haqqında olduğunu soruşur. The Hawaii culture, the special dance called hula, yox. One of the state of the USA ilə burada düzgün cavabımız qalır C variantı. 76-cı sualımızda mətnə uyğun deyir düzgün cavabları seçin. Tourists prefer using different boats for traveling to Hawaii. Əslində deyir ki, orada daha çox təyyarə by plane, yəni təyyarə ilə səyahət edirlər. Tourist has negative impact on Hawaii economy deyir. Turistlər Hawaii nə idi? Ekonomi, iqtisadiyyatına negativ, yəni mənfi təsir edir. Əslində Hawaii deyir ki, turistlərin sahəsində daha belə çıxmasın, turistlərin gəlməsi sahəsində daha da inkişaf edir. Ona görə cavab burada qalacaq nə? The Hawaii temperature is more than 20 degrees all year round. 3 doğru variantdır. Tourism plays an important role in Hawaii. Burada hər şey okeydir. Düzgün cavabımız qalır nə? 3-lə 4. Listening əlimizdə olmadığına görə listening suallarına baxa bilmirik. Bu qədər. Sağ olun. Növbəti video izalarda görüşənədək.